Hər vaxtınız xeyir dəyərli izləyicilər. İyun ayının 24-ü son dəqiqə xəbəri ilə qarşınızdayıq. Atəşkəs pozuldu İranla İsrail arasında və İsrail yenə hücuma keçib. Dəyərli izləyicilər, bax, ən son gələn xəbəri sizin diqqətinizə çatdıracağım. Deməli, İsraildən Tehrana zərbə, Sepah komandiri öldürüldü və İran rəsmiləri də bu xəbəri təsdiqləyib. İranın bəsic qüvvələrinin kəşfiyyat mühafizə komandiri Məhəmməd Tağı Yusifvənd İsrailin Tehrana endirdiyi raket zərbəsi nəticəsində ölüb və bu barədə Sepah İnqilab Keşikçilər Korpusunun Laristan vilayətindəki İctimaiyyətlə Əlaqələr Ofisi məlumatı yayıb. Daha bir xəbərimiz ondan ibarətdir ki, İsrail Tehranda radiolokasiya stansiyasına hücum edib. İsrail hərbi hava qüvvələri İranın atəşkəsi pozmasına cavab olaraq Tehranın şimalında radiolokasiya stansiyasına hücum edib və bu barədə də Kaan Dövlət Televiziyası və Radio şirkəti məlumat yayıb. Qeyd edək ki, Amerika prezidenti Donald Trump İsrailə pilotları geri çağırın, evlərinə qaytarın və hücum etməyin əmrini vermişdi. Amma Netanyahu buna yox cavabı vermişdi, dəyərli izləyicilər, və İsrail müharibəni davam etdirir. Yəni atəşkəs bir neçə saat sonra pozulmuş oldu. Qeyd edək ki, atəşkəs bugün səhər saatlarında imzalanmışdı, razılaşdırılmışdı. Daha bir xəbərimiz ondan ibarətdir ki, İran Səhiyyə Nazirliyinin məlumatı yayılıb. 13 iyun tarixindən bəri İsrailin hava hücumları nəticəsində ölkədə ən azı 606 nəfər həlak olub, 5000 nəfərdən çox insan yaralanıb. Niyə ən azı deyirlər? Çünki dağıntılar altında qalanlar da var və onların cəsədləri çıxarılmadıqca ölmüş şəxslər kimi qeydiyyata düşməyiblər deyə hələ ki ölən şəxslərin siyahısında yoxdular, amma dağıntılar altında insanların olduğu da bildirilir, xilas etmə işləri davam etdirilir. Nazir Məhəmməd Rza Zəfərqaninin sözlərinə görə təkcə son 24 saat ərzində 107 nəfər həyatını itirib. Jurnalistlərin fəaliyyətinə qoyulan məhdudiyyətlərə görə ziyanın real miqyasını müəyyən etmək çətindir, lakin İranda insan hüquqları pozuntularını izləyən Human Rights Activists in Iran təşkilatının məlumatına görə həlak olanların sayı rəsmi rəqəmlərdən təxminən 2 dəfə çoxdur. Bax, bu da sizə çatdıracağım sonuncu xəbər idi. Paylaşın ki, daha geniş auditoriya xəbərlərimizi izləyə bilsin.